Hardadır sürfə? İnturistin Mravorlu salonunda. Bravo. Gedeyim bir kitabzat gördüler, bir kitabzat pişir uşaqlar, başka şey. Gedeyim biraz oturağım. Bir 100 vurağım olan. 70 ildə bir də falan şeydir də. Mənə dedilər ki, Heydər müəllim, dedilər ki, sən tələsisən, Nəsib bu, Tamad Vurğunun gübləyi qalıb, Süleyman İslam'ın gübləyi qalıb, Rəşid Behbudun gübləyi qalıb, sən nə üçün belə tələsin? Dedim ki, onlar qaçmır, onlar dirilməyəcək. Mən ölə bilərəm. Vaxtınız varsa tezcə bularıq. Deyirsən nə var? Mən belə hesab edirəm ki... Hamımızı dəvət edirəm, hamımızı. Çox sağ ol. Mənim özümü də dəvət ediblər. Bilirəm, mən belə hesab edirəm ki, mən səndən başqa bir vaxt bir 100 qram mütləq. Amma mən oraya Amma geçsəm... Şanxayda Həsən müəllimə tapşırmışsınız o məsələni. Həll eləməm. Eləyirdi, yox, eləyirdi. Eləyirdi. Öz də deyirdi, mən ki, mən Xariclər Nazirəm, mən sənə üçün ki, araqsızdan zat deyirəm. Amma süzürdü. Eləyirdi, hə. Ona görə mən bu məsələni həvalə edirəm Anar müəllimə. Anar o... Deməli, hələ danıb tarmayıb. Yox. İkiyə qədər tutarmayacaq. Yox. O mənim normamı da bu içməli. Yaxşı, yaxşı. Yaxşı, sağ olun. Çox sağ olun. Bir də təbrik edirəm, can sağlığı, Minnətdarlığımı xoşbaxtlıq. bilirəm.